Selamünaleyküm değerli izleyiciler. Hoş gördük sizleri. Bugün biz sizlerle yeni bir mövzunun girişine başlayırıq. Mövzu sizler için əminəm ki, çox maraqlı olacaq. Çünki çox vacib, əhəmiyyətli və hər kəsi maraqlandıran bir mövzudur. Belə ki, bugün biz maliyyə əməliyyatları ilə bağlı yeni bir silsiləvi video dərslərə başlayırıq. Bu mövzu ətrafımda zaman zaman tanıdığım fərqli peşələrə sahib olan şəxslər üçün hər zaman maraqlı olub. Maliyyə əməliyyatları nədir bu? Əslində biz universitetdə keçdiyimiz kimi anlayışlar doğrudan da qəliz anlayışlardırmı? Çünki hər kəsin bu və digər şəkildə iqtisadi anlayışlara qarşı bir marağı var. Biz radiodan, televiziyadan və fərqli yoldaşlardan, bizneslə məşğul olan şəxslərdən hər zaman maliyyə əməliyyatları haqqında eşidirik. Lakin bunların mahiyyəti haqqında daha dəqiq və detallı bilikləri sadə formada izahına hər kəsin ehtiyacı olduğuna inandığım üçün bu video dərslərə başlamağa qərara gəldim. Və bununla bağlı sizlərə birinci dərsimizdə İlk 3 suala cavab tapmağı tövsiyə edirəm. Belə ki, ilk öncə biz bilməmiz lazımdır ki, əməliyyatın mahiyyəti nədir? Onun adi hadisələrdən fərqi nədir? Yəni biz bugün həyatda fərqli hadisələrlə qarşılaşırıq. Bəs əməliyyat nədir? Maliyyə əməliyyatı nədir? Bunu qarşılaşdığımız digər hadisələrdə necə fərqləndirəcəyik? İkinci, əməliyyatlar haqqında biliyə sahib olmağın əhəmiyyəti nədir? Bunu öyrənəcəyik. Üçüncü isə əməliyyatların növləri, təsnifatı haqqında məlumat öyrənəcəyik. Dəyərli izləyicilər, ilk öncə mən sizə hamımızın bildiyimiz hadisənin tərifini qeyd etmək istərdim ki, hadisə nədir? Hadisə əslində bizim həyatda rastlaşdığımız hər bir prosesdir. Ona görə qısaca belə deyə bilərik ki, hadisə baş verən hər bir dəyişiklikdir. Lakin bəs maliyyə əməliyyatı nədir? O zaman biz belə ifadə edə bilərik ki, əməliyyat isə əgər o hadisədəki dəyər axını var, o hadisədəki bir qəpik belə olsa, maliyyə prosesi, maliyyə bir yerdən başqa bir yerə getmişdir və biri digərinə ödəniş edir və ya bu xidmət şəklində ola bilər, mal şəklində ola bilər və sair şəkildə də ola bilər. Və bu zaman o əməliyyat olur. O zaman əməliyyata qısa necə demək olar? Əməliyyat maliyyə dəyişikliyi ilə nəticələnən hadisədir. Burada qeyd edək ki, dəyərli izləyicilər, bunu siz əməliyyatı fərqli şəxslərdən fərqli eşidə bilərsiniz. Məsələn, ixtisasçılar bilirlər, tez-tez transaksiya deyilən bir ifadədən, anlayışdan biz eşidirik. Bu transaksiyada elə həmin əməliyyatdır və yaxud da ki, rus dilində operasiya dediyimiz bu da əməliyyat adlanır. Lakin bizim bugünkü mövzumuza aid olan əsas maliyyə əməliyyatlarıdır ki, biz bu maliyyə əməliyyatlarını daha dərinə öyrənəcəyik. Bəs maliyyə əməliyyatları haqqında biliklərimiz bizə nə fayda verər? İkinci suala əhatə eləsək, qeyd edək ki, bu günləri hər hansı bir həkimin və ya hər hansı bir mühəndisin və ya digər peşədə olan şəxsin bildiyimiz kimi biznes qurma bir həvəsi ola bilər. Bəs bu biznes qurma həvəsi necə reallaşdıra biləcək? İlk öncə maliyyə əməliyyatlarının hardan başlayıb harda bitməsini bilməsi çox mühümdür. Odur ki, əgər siz də fikrinizdə həkimsiniz, lakin özünüzün belə deyək ki, tibb sahəsində biznesinizi qurmaq istəyirsiniz, buna ehtiyacınız var. Mühəndissiniz, yenə bu sahədə öz biznesini qurmaq istəyirsə, o zaman yenə maliyyə əməliyyatlarının biliyinə ehtiyacınız var və eyni zamanda hər hansı bir iqtisadçının da bu maliyyə əməliyyatlarını daha dərin və daha dəqiq şəkildə öyrənməsi lazımdır. Çünki iqtisadçı dediyimiz şəxs işin görünməyən tərəflərini görə biləndir və işin nəticəsini doğru şəkildə planlaşdıra bilən, görə bilən şəxsdir. Və indi növbəti sualımız, bəs hansı əməliyyatlar var? Bu maliyyə əməliyyatları deyəndə biz nələr nəzərdə tuturuq? Dəyərli izləyicilər, indi isə gəlin qeyd elədiyimiz bu əməliyyatların siyahısını nəzərdən keçirək və qeyd edim ki, indiyə qədər olan təcrübəm, oxuduğum ədəbiyyatlardan gəldiyim nəticə budur ki, baş verən maliyyə əməliyyatlarını 12 qrupa bölmək olar. Gəlin isə bu 12 qrup əməliyyatların siyahısını nəzərdən keçirək. Burada gördüyümüz kimi birinci əməliyyat kapital qoyuluşu, sonuncu əməliyyat isə dividend əməliyyatı adlanır. Və bu siyahının məhz kapital qoyuluşuna başlayıb dividenddə bitməsinin özünün də çox böyük məntiqi izahı vardır. Çünki hər bir biznes nümayəndəsi işə başladığı zaman kapital qoyuluşu ilə başlayır, sonuncu əməliyyatı isə dividend götürmə əməliyyatı olur. Çünki hədəf hər bir şirkəti qurmaqda, hər bir biznes qurumu, sahibkarın əsas hədəfi nədir? Dividend götürmək. Axırda mənfəət əldə edərək onu dividend kimi mənimsəmək. Və bu gördüyümüz kimi ilk əməliyyatımız kapital qoyuluş əməliyyatıdır. Buna şəxsi maliyyə vəsaiti cəlbi əməliyyatı da demək olar, dəyərli izləyicilər.
Və bu nədir? Qısa izah verəcəm bu dərsimizdə. Bizim işə başlamaq üçün ilk öncə öz vəsaitimizi devrəyə soxmamız lazımdır. Hesab edək ki, öz vəsaitimiz 100 mindən ibarətdir və 100 min vəsaitlə, şəxsi vəsaitlə işə başlayırıq və bu 100 min vəsait bizə yetməyə bilər. O zaman məcburuq ki, biz dosta müraciət edək, dost təşkilata və ya hər hansı bir dost şəxsə, qohuma müraciət edək ki, bizi maliyyə vəsaiti ilə təmin eləsin. Təbii ki, borcda qaytarmaq şərti vardır və bu hər hansı başqa bir maliyyə qurumundan da cəlb oluna bilər. Və hesab edək ki, 50 mində borc vəsaiti cəlb elədik və işə başladıq. Və işə başlayan hər bir biznes adamı bilir ki, onun bundan sonraki görəcəyi ilk əməliyyat məhz alış əməliyyatlarıdır. Alış əməliyyatı deyəndə biz nəyə başa düşürük? Yəni, biznes üçün lazım olan, məsələn, dəftərxana ləvazimatı almaq, kompüter avadanlıqları və digər avadanlıqları almaq, icarəyə yer götürmək, işçilər işə cəlb eləyərək, müəyyən kommunallar ödəyərək işə başlamaq. Alış əməliyyatları dəyərli izləyicilər, ekranda gördüyünüz kimi bu prosesə biz əslində alış əməliyyatına məsrəf əməliyyatı da deyirik. Mühasibat dilində desək, aktivlərdə yer dəyişmə baş verir. Yəni, hələ ki xərc yoxdur. Sadəcə biz vəsaitlərimizi digər aktivlərlə əvəzləşdiririk. Belə hesab edin ki, biznes burada dayansa, bir projeye başlamışdıq, bir layihəyə başlamışdıq. Layihə tutmasa, biz bu anda biznesdən geri çəkilsək, o zaman həmin aktivləri təkrar pula çevirib, biz belə deyək, biznesdən geri çıxa bilərik. Hesab edək ki, davam edirik. Alış proseslərimiz oldu. Dediyimiz kimi bu aktivləri aldıq. Bundan sonra, əgər sizdə istehsalat varsa, bu zaman ayrıca bir məsrəf prosesləri baş verəcək. Məsələn, siz çörək istehsal edirsinizsə, o zaman nə edəcəksiniz? Un alacaqsınız, yağ və s. Bunlar ilk öncə xəmirə çevriləcək, sonra xəmir hazır məhsula, sonra satılacaq. Bu, satılma prosesinə qədər olan aralıqdakı əməliyyatlar məsrəf əməliyyatları adlanır. Ayrıca alış əməliyyatlarına da məsrəf əməliyyatları demək olar, bunu da unutmamaq lazımdır. Bəs xərc əməliyyatı necə baş verir? Xərc əməliyyatı isə o şeydə ki, artıq biz aktivi istifadə və istehlak edirik və onun geri dönüşü yoxdur. O zaman xərc baş verəcək. Məsələn, inzibati işçilərə əmək haqqı ödəmək, məsələn, icarə haqqı ödəmək, kommunallar ödəmək və s. Və xərc baş verdikdən sonra 6-cı mərhələdə bizim gəlir əməliyyatımız baş verəcək, dəyərli izləyicilər. Artıq bunu unutmamaq lazımdır. Biz tələbə vaxtı da belə düşünürük ki, hər hansı şirkəti açan kimi sanki gəlir göydən yağış kimi yağacaq. Heç bir biznesdə belə bir şey yoxdur. Bu 5 aşamanı keçmədən bizə gəlir gəlməz. Bunu biznes quran hər kəs bilməlidir. Və hesab edək ki, artıq gəlirimiz gəlir. Lakin unutmamaq lazımdır ki, biznes proseslərində avans əməliyyatı deyən bir əməliyyatlar da var. Bu avans əməliyyatları nə gəlirdir, nə xərcdir. Bunu biz bölsək, hətta bunu belə ifadə edə bilərik. Avans və əvvəlcədən ödəmə əməliyyatları. Dəyərli izləyicilər, biz bu mövzuya irəlidə ayrıca gələcəyik. Məsələn, bizim ödədiyimiz avanslar var, bizə ödənilən avanslar var. Bunları detallı biznesə başlayan şəxs bilməsinə ehtiyac vardır. Sonra avans əməliyyatlarını açdıqdan sonra növbəti əməliyyat nə gəlir yoldaşlar? Məsələn, artıq sizin biznesiniz normal şəkildə işləyir və sizdən kimsə borc istəyir. Bu zaman necə ki sizə bu ikincidə borc vermişlər, siz də başqalarına borc verə bilərsiniz və ona dəstək ola bilərsiniz. Borc vermə əməliyyatı fərqli bir əməliyyatdır. Borc alma kimi deyil. Və 9-cu əməliyyat isə yenə artıq biznesi normal şəkildə işləyən şirkətlər edə bilir. Yəni biznesi genişləndirmək istəyir. Məsələn, başqa bir şirkətin hissəsini ala bilər, yenə yeni bir filial aça bilər, yeni bir şirkət aça bilər və ya səhm ala bilər, istiqraz ala bilər və s. Bu əməliyyatlar investisiya qoyuluş əməliyyatları sayılır. Yəni müəssisədən kənarda başqa yeni biznesin başlanğıcı üçün olan vəsait yatırmaq. Bu əməliyyat əslində maliyyədə aktivin yerdəyişməsi adlanır və investisiya xarakteri daşıyır. Bunu da ayrıca işləyəcəyik. Barter əməliyyatları, yəqin ki, həyatda eşitmisiniz, barter etmək dəyişməkdir. Yəni, bəzən şirkətlər arasında bir xidmət mal ilə və ya bir xidmət başqa bir xidmətlə, bir mal başqa bir malla dəyişdirilə bilir. Aktivdə yer dəyişmə baş verir. Bu da əslində satış əməliyyatının bir növü olsa da, amma fərqli növlər var. Buna ayrıca gələcəyik. 11-ci tip əməliyyat kapitalın bölüşdürülməsi, reinvestisiya əməliyyatı. Bu nədir dəyərli izləyicilər? Qısa izah versək, artıq sənin kapitalında müəyyən vəsait formalaşır. Onu təkrar investisiya, öz şirkətinə reinvestisiya edirsən və kapitalın içində
kapital ehtiyatlarını ayırma edirsən, ehtiyat fondları ayırırsan və buna bənzər gələcəyini qurmaq üçün müəyyən ehtiyatlı yanaşaraq bölüşdürmə edirsən kapitalın içərisində. Və amma bu kapitaldan pulun geri çəkilməsi deyil. Sadəcə olaraq reinvestisiya əməliyyatlarıdır. Sonuncu 12-ci əməliyyat isə, dəyərli izləyicilər, ən vacib olan hədəf, bir biznesi quran şəxsin hədəfi məhz dividend əməliyyatıdır ki, sonda hədəfi məhz budur. Buna türklər adətən kar payını istifadə deyirik və ya biz mənfəətin istifadəsi deyirik. Yəni, axırda qalan mənfəəti biznesdən geri çəkmək, öz şəxsi, sahibkarın şəxsi ehtiyacı üçün xərcləmək deməkdir. Bax, beləliklə izləyicilər, gördüyünüz kimi biznesdə biz maliyyə əməliyyatlarını 12 növə böldük və bununla siz qarşılaşa bilərsiniz. Burada əlavə olaraq qeyd edək ki, bu 12 tipi əməliyyatı fərqli-fərqli qruplarda bölə bilərik və bir məsələni də qeyd edək ki, bu əməliyyatların tərs tərəfi də var, dəyərli izləyicilər. Belə ki, məsələn burada kapital qoyuluşu əməliyyatı varsa, bunun tərsini də düşünməmiz lazımdır. Hər bir biznesə başlayan şəxs onun geri çəkilməsini də düşünə bilər. Məsələn, necə ki, ailədə evlənmə var, bir izdivac varsa, boşanma olduğu kimi, hər bir şirkət də iki nümayəndə ilə, tutaq ki, iki dost bir yerdə bir şirkət qurursa, onlar ayrıla da bilər. Biz buna kapitalın geri alınması deyə bilərik. Yəni, ona görə bunların tərs tərəfini də düşünmək lazımdır. Kapitalın geri alınması. Digərlərini də nəzərdən keçirək. Məsələn, borc götürmə, borc cəlbi, əlbəttə ki, borcun geri qaytarması da var. Bunu da düşünmək lazımdır. Bunlar bir-birinə əlaqəli əməliyyatlardır. Borc götürmək və borcun geri qaytarılması. Sonra alış əməliyyatı, alışdırsa, əlbəttə ki, alışın da tərsini olacaq. Alışın geri qaytarılması. Yəni, biz bildiyimiz kimi, iqtisadi həyatda 14 gün müddətində biz hər hansı alışımızı geri qaytarıb və başqa bir zərrə düşməyə bilərik. Məsrəf əməliyyatlar dediyimiz nədir? Məsrəf bir prosesdir. Məsrəf bir aktivin başqa bir şey çevrilməsidir. Məsələn, əgər biz unu xəmirə çevirdiksə, təkrar o unu, belə xəmiri una çevirə bilmirik. Məsrəfdə geri dönüş yoxdur. Proses ya xərab olma ilə, zay olma ilə bitməlidir, ya da sonunda çörəyə çevrilməlidir, satılmalıdır. Xərc əməliyyatlarında geri çevrilmə. Burada da nədir? Əgər xərc istehlak oldusa, sadəcə nə ola bilər? Bir zərər ola bilər. Onu, məsələn, biz işçini işlətmişsə, onun əməyini geri qaytara bilmirik. Kommunal istifadə eləmişsə, kommunal qaytara bilmirik. Məsrəf də xərc kimi geri dönüşü olmayan bir prosesdir. Gəlir əməliyyatı nədir? Tutam ki, bir satış eləmişik. Gəlirin tərsi nədir? Geri qaytarmadır. Geri qaytar. Məsələn, bir satış eləmişik və o satışı sonra geri qaytarırlar bizə. Və avans əməliyyatlarında da yenə avans əməliyyatında tərsini ola bilər, geri qaytarma ola bilər. Ondan sonra borc vermə əməliyyatında əgər biz kiməsə borc vermişsə, borcu da geri qaytara bilərlər. Tərsi geri qaytarmadır. Ondan sonra investisiya əməliyyatları. İnvestisiyanın geri qaytarması əslində investisiyanın satılmasıdır, dəyərli izləyicilər. Məsələn, biz investisiya qoyuluş eləmişik, onu sata bilərik və ya bunu geri qaytara bilərik kimi ifadə eləmək olar. Barter əməliyyatlarında da əlbəttə ki, burada da yenə tərsi geri qaytarmadır və kapitalın bölüşdürülməsində bölüşdürmüşük, hər hansı bir rəfə qoymuşuq, sanki oradan geri qaytara bilərik. Dividendin isə yenə xərc, məsrəf kimi geri dönüşü yoxdur. Sadəcə təkrar yenə də kapitala daxil edə bilərik. Dəyərli izləyicilər, beləliklə maliyyə əməliyyatları ilə bağlı birinci mövzumuzun sonuna gəldik və inşallah növbəti mövzularda burada gördüyümüz hər bir əməliyyatı daha detallı şəkildə sizlərlə müzakirə edəcəyik. Sağ olun, növbəti mövzuda görüşənədək.